20 yaşlılara uyğun asan iş var yoldaşlar. Mən sizə bu demək deyil ki, yoldaşlar, ancaq 20 yaşlılar üçündür. Xeyr. Yəni bunların arasında 18, belə deyim, 39 yaş aralığında olan iş elanları da var. Bu Allah qoysa bu videoda görəcəksiniz. Bu bir özəllik. Amma yəni bu 20 yaşlılara daha çox sərf eləyə bilər. Baxmayaraq ki, aralarında hətta 900 manatlıq iş də var. Nəyə görə? Amma əksəriyyəti belə deyim də yüksək əmək haqqılı deyil. Yəni 500-600 manat civarında olan da deyək. Və o əmək haqqı da ailəli bir şəxsə sərf eləməyə bilər. Ailəli şəxslərdə adətən neçə yaşdan sonra olur? 30 yaşdan sonra olur. Ona görə yəni məhz 20 yaşlılara sərf eləyə bilər bu iş. Və digər bir özəlliyi, üstün özəlliyi ondan ibarətdir ki, bu videoda indi Allah qoysa sadalayacaqlarımın. Bunlarda həm də çox şey tələb eləmirlər sizdən. Nə nəzərdə tutulur çox şey dedikdə? Yəni çox meyarları yoxdur. Məsələn demir filan şeyləri də verir. Çox azdır. Və bu işlər orta səviyyəli işlərdir. Mən sizə burada belə deyim də fəhlə və yaxud da bu tipli işlərdən bəhs etmirəm. Bir-iki dənə mühafizəsi işi var sadəcə. Onları gənclərin nəzərinə çatdıracağam. O da hansı niyyətdən, məsələn, ola bilər aranızda kimlərdirsə gəncdir, heç bir ixtisası yoxdur, heç bir peşəsi yoxdur, ümumiyyətlə heç nədir və əlindən heç nə gəlmir. Onlara misal. Amma onunla bərabər digər gözəlləri də var ki, yəni orada yüksək əmək haqqı qazana bilərsiniz. Fərqli yerlərdə var yoldaşlar. Azaldan tutun da dəmir yoluna və banka qədər Kontoxom da olmalıdır səhv hatırlamamız arasında. Gəlin başlayaq yoldaşlar. Gəlin başlayaq. Bu arada onların arasında hətta onlayn iş də var. Çoxdur yoldaşlar. Ona görə gərək bu video axıra qədər qulaq asasınız. Mən indi ümumi olaraq ortalama haqqında məlumat verdim. Gəlin başlayaq vaxt itirmədən. Baxın, gəlin ilk öncə qeydiyyatçı işindən bəhs edeyim sizə. Bu qeydiyyatçı işi yoldaşlar Midway Bakı otelindədir. Deməli, növbə vaxtı günorta 2-dən axşam 11-ə qədərdir. 20-30 yaşlı şəxslər üçündür. İngilis və rus dilini yaxşı bilirsinizsə və kompüter bilikləriniz varsa, yəni kompüterdən istifadə etməyə bacarsınızsa, 500-600 manatlıq belə bir iş var. Bu kişilər üçündür. Bir də var həkim köməkçisi işi yoldaşlar. İndi deyəcəksiniz ki, həkim köməkçisini bizə nə deyirsiniz? Bizim tibbi savadımız yoxdur axı. Düzdürmü? Elə düşünə bilərsiniz. Amma düşünməyin. Burada bu arada qeyd edeyim ki, 1000 manat da qazana bilərsiniz. Çünki əmək haqqısı 500 manatdır, amma bonus sistemdə mövcuddur ki, bunun nəticəsində 1000 manat qazana bilərsiniz. Bu lor və plastik cərrahiyyə üzrədir yoldaşlar bu həkim köməkçisi. Klinika daxili bir işdir. Təcrübəsi olmayan şəxslərə də işə uyğun olaraq təlimlə təmin olunursunuz. Gəldik növbəti bir məqama, bir suala ki, bayaq açıqlama verdim sizə ki, siz narahat olmayın, sizdə yəni tibbi biliyi olmasa da olar. Çünki yoldaşlar, bu iş əslində yəni həkim köməkçisi olaraq bu vakansiyanı versələr də belə, bu əslində yəni tam olaraq həkim köməkçisi o tibbi sahədə kömək eləmirsiniz də onlara, başa düşürsünüzmü? Deyim də sizə misal üçün nə edə bilirsiniz. Düzdür, sonradan ola bilər o tərəflər də var. Amma mən sizə mövcud vakansiya haqqında məlumat verirəm ki, WhatsApp üzərindən olan daxil olan mesajlara cavab verirsiniz, daxil olan zəngləri cavablandırırsınız. Instagram üçün video və foto çəkiliş eləyirsiniz. Başa düşdünüzmü? Yəni burada yəni sizin üçün tibbi savad olmaq elə də önəm kəsb etməyə bilər. Orta ixtisasınız varsa və xanımsınızsa bu işə müraciət edə bilərsiniz. İndi mən səbirli olsanız, yəni hamısı haqqında baxın belə geniş şəkildə sizə məlumat verməyə planlayıram. Bu da o deməkdir ki, videonun vaxtı uzanacaq. İndi gərək səbirlə qulaq asasınız. Telefon qoya bilərsiniz qırağa, eləcə dinləyə bilərsiniz. Sonra, hava limanında brend məhsullarının satışı üzrə məsləhətçi işi var yoldaşlar. VIP xidmətlər qrupunda. Bu Heydər Əliyev Beynəlxalq Aeroportundadır. Burada 1000 manata qədər qazana bilərsiniz. Bu 1000 manatlıq, daha doğrusu 1000 manatdan da çox qazana bilərsiniz. Bu 1000 manat daha doğrusu yoldaşlar əmək haqqısıdır, amma əlavə olaraq da aylıq satışlardan bonus var. Başa düşürsünüzmü? Bu işin çətin bir yanı da var yoldaşlar. Qeyd edeyim ki, sizə təcrübə də keçirlər. İlk 3 həftə təcrübə keçirlər və narahat olmayın, ödəniş də verirlər sizə o təcrübə müddəti ərzində, o 3 həftədə
Ondan sonra da artıq tam işə keçmək ola bilər. Və burada nəqliyyatla da təmin olunursunuz. Yəni iş yerinə gedib gəlmək üçün servislər də var, belə deyim. Burada çətin məqam bilirsiniz nədən ola bilər sizdə? Bu 2 növbəli iş rejiminə malikdir və 12 saatlıq işdir. Yəni səhər 8-dən axşam 8-ə, bir də ikinci növbə var, axşam 8-dən səhər 8-ə. Növbəti 2 gündə istirahətdir. Yəni birinci gün səhərdən axşama, ikinci gün axşamdan səhərə, növbəti 2 gündə istirahət olur. Bura kimlər müraciət edə bilər? Heç olmasa orta təhsili olsun, 20-39 yaşlı olsun. İngilis və rus dilini danışıq səviyyəsində bilsin yoldaşlar. Və gecə növbəsində az öncə dediyim kimi də işləyə bilməlisiniz. Varsa belə bir özəlliyiniz, bu işə də müraciət edə bilərsiniz. Bundan əlavə davam edən növbəti gözəl işlərdən də bəhs edeyim. Texnik işi də var yoldaşlar. Normalda yəni texnik dedikdə insanın gözünə başqa işlər gəlir. Amma yəni burada əslində elə bir texnik işidir ki, yəni demək olur, əksəriyyətiniz bunu bacara bilərsiniz. Deyin nəyə görə yoldaşlar? Çünki bu printerdə, belə deyim də, servisə gələn printerləri təmir edəcəksiniz, kartrijləri dolduracaqsınız. Yəni kartrijləri doldurmaq da elə bir çətin bir məsələ deyil. İndi burada printerləri də təmir etmək üçün sizdən xüsusi bir bilik və bacarıq da tələb eləmirlər. Çünki təcrübə vacib deyil bu işdə. 22-35 yaşlısınızsa, yüksək qavrama və öyrənmə qabiliyyətiniz varsa, bu işə müraciət edə bilərsiniz. Yəni bu işdə sizə böyük ehtimal bu işin sirlərini öyrədəcəklər yoldaşlar. Ona görə bu işi sizə paylaşıram. Yəni bu işdə təcrübə vacib olmadığına görə sizə yəni bu işi öyrədə bilərlər. Burada ən azı belə deyim də printerləri təmir etmək üçün bir müddət siz də orada çox böyük bir şey olmur. Printerlərin təmirində adətən başa düşürsünüzmü? Ona görə buna gənc yaşlı, heç bir ixtisası olmayan 20 yaşlılara sərf edə bilər bu. Çünki 500-600 manatlıq bir işdir bu iş. Yəni onlar şansını sınaya bilərlər. Sonra təlim üzrə koordinator işi var. Burada 500-2000 manat aralığında qazana bilərsiniz. 22-35 yaş uşaqlar üçündür. Təcrübə də tələb eləmirlər. Əsas belə deyim, tələbləri olmasa da arzu eləyirlər ki, misal olsun ailə daha doğrusu gəlin ilk öncə arzu elədiklərindən danışım sizə. Məqsəd, məzmun, tapşırıq əlaqəli dizayn anlayışınız olmalıdır, belə deyim. Təlim və kurs kontenti, layihə koordinasiyası kimi sahələrdə təcrübəniz varsa nə gözəl. Bu az öncə sadaladıqlarım var, bunlar vacib deyil yoldaşlar. Sadəcə olsa daha rəqabətçil edirsiniz. Amma vacib olanlar nədir? Vacib olanlar odur ki, ali təhsilli olun, güclü yazı və rədakta bacarınız olsun, yüksək məşğuliyyətli olun. Varsa bu özəllikləriniz rahatlıqla müraciət edə bilərsiniz. Çünki bu bayaq sadaladıqlarım sizdə olmaya bilər, amma sizdə elə bir başqa cəhətiniz ola bilər ki, ona görə sizi seçə bilər. Çünki onların əsas tələblərini az öncə saladım. Ali təhsilli olun, güclü yazınız və rədakta bacarınız olsun və s. Bundan əlavə yoldaşlar, ofis meneceri işlər çoxdur. Onlardan başqalarından da bəhs etmək istəyirəm. Məsəl üçün 800.000 manat aralığında var. 22-35 yaşlı uşaqlar üçündür. Ofis proqramlarında işləyə bilirsinizsə, kompüter biliyiniz varsa, bu işə müraciət edə bilərsiniz. Sonra ofis meneceri Cargo One-da da var yoldaşlar. Burada da 600-1400 manat aralığında dəyişdirmə haqqı kişilər üçündür. 18-30 yaşlı uşaqlar üçündür. Təhsil fərqi yoxdur. Əsas məsələ təlim keçmə bacarınız olsun, pedaqoji yanaşmanız olsun, kompüter bilikləriniz olsun yüksək səviyyədə. Bundan əlavə bankda var yoldaşlar iş, bu təcrübə proqramıdır. AFP bankdadır. Təcrübə proqramlarında da bəzilərində bilirsiniz ki, ödənişli olur. Bəziləri ödənişsiz olur. Bu elədir ki, yoldaşlar, burada hətta rayonlar üzrə də siz buna müraciət edə bilərsiniz. Bakı Sumqayıtdan əlavə, Gəncə şəhərindən əlavə Qəbələdə də var bu. Bu harada da AFP bankdadır. Əgər mikrokreditlər sahəsinə marağınız varsa, bank sektorunda təcrübə toplamaq istəyirsə, özə qeyd edeyim ki, təcrübə proqramı da uzun müddətdə də deyil. Yəni, neçə ay işlədirlər? Bir ay işlədirlər sizi və təcrübə dövrünün sonunda da uğurlu olarsınızsa, sizi işə qəbul edə bilirlər. Belə bir iş fürsəti də var. Bundan əlavə satın almalar üzrə də təcrübə proqramı var. Bir-iki dənə onlardan da bəhs edeyim. Misal üçün, Azərbaycan Fish Farm'da var.
Office proqramlarını bilirsinizsə, ona müraciət edə bilərsiniz. Burada da 3 aylıqdır. Bu səhv hatırlamamsa balıq istehsal edən şirkət olmalıdır. Özü adı nədir, hansı balıqdır? Nərə balığı istehsal edən şirkət olmalı idi. Sonra satın alma üzrə təcrübə proqramı maaşlı variantı Gilanda da var. 3 aylıqdır yoldaşlar. Bu da var. Bu sizdən ali təhsil tələb edir. Satın alma prosesi barədə ümumi anlayış tələb edir. Orta səviyyədə də Excel tələb edir. İndi gəlin keçək təcrübə olmayan digər variantlardan da. Misal üçün, bu arada logistik üzrə də var təcrübə işi. Təhlükəsizlik işçisi var Paşa şirkətində. Sonra ofis meneceri işi var Sığortalı AZ şirkətində. Sonra hava gəmilərində texniki xidmət göstərən personal hazırlayıcı texnik işi var ki, bu ingilis dili bili tələb edir. Misal üçün, bu aşağıdadır. Baxın, aranızda əgər gənc olan varsa, 18-32 yaşlıdırsa, amma ixtisasını dəyişmək istəyirsə və yaxud da mövcud ixtisası ilə uyğun bir iş tapa bilmirsə, amma ki, bu özəllikləri varsa, buna yararlana bilər. B1 səviyyədə ən az ingilis dili bilginiz olmalıdır. Riyaziyyat cəbr bilginiz olmalıdır. Bundan əlavə fizika bilginiz olmalıdır. Orta məktəb proqramı səviyyəsində ən azı. Bundan sonra yoldaşlar, bura müraciət edirsiniz, bu özəllikləriniz varsa azala. Azal sizə təxminən 2 ilə yaxın bir dərs keçir. O dərs keçəndə zamanda səhv hatırlamamsa təqaüd də verir sizə, yəni narahat olmayın. Və özü dərsi də ingiliscə keçir. Ona görə burada ingilis dili biliyi vacibdir. Heç olmasa B1 səviyyəsində, bu da ortalama səviyyəsi sayılır. Bundan sonra da siz artıq belə deyim də, sizə bir ixtisas verir də, başa düşürsünüzmü? Özü sizi həm yetişdirir, həm təqaüd verir sizə, sonra da sizin işlə təmin olunmanıza dəstək ola bilər. Belə bir özəlliyi var. Gəncsinizsə, vaxt sərf edir. Dediyim kimi, 32 yaşa qədər idi də səhv hatırlamamsa, həmin şəxslər də müraciət edə bilər, amma daha çox bu kimlərin ürəyincə olar? 20 yaşlıların, hansılar ki, universitetdə qəbul olmayıb, hansılar ki, sadəcə peşə təhsili alır, hansılar ki, uzun müddətdir iş tapa bilmir, amma bəzi bacarıqlar var, ən az ingilis dilini bilir və həmin şəxslərin ürəyincə ola bilər bu iş. Əlbəttə ki, digər şəxslər də müraciət edə bilər, o kriterlərə, meyarlara uyğundursa. Sonra Unibankda müştərilərlə əlaqələr şöbəsində iş var yoldaşlar. Rus dilini sərbəst bilirsinizsə, həm ünsiyyət, həm də sələsi yazışma bacarığı cəhətdən. Office proqramlarını bilirsinizsə, ali təhsillisinizsə, Unibankda belə bir assistent işi var. Bundan əlavə, bankda başqa bir yerdə də iş var, Yellow Bankda, kreditlərin bərpası departamentində, informasiya sistemləri və dəstək şöbəsində bir iş var. Ali təhsilli olmalısınız, office proqramlarını bilməlisiniz, heç olmasa minimal səviyyədə. Yəni, heç olmasa, yəni super bilməyiniz vacib deyil, başa düşdünüzmü? Sonra ağac şirkətlər qrupunda 400 manatlıq olmalıdır bu iş deyəsən. Bəli, 400 manatlıqdır, əmək qısamı, bonuslar da var, 5 günlük iş rejiminə malikdir. 21-29 yaşlı gənclər üçündür, ali təhsiliniz olmalıdır yoldaşlar. İlkin təqib üzrə işçiyə ehtiyac var. Sonra Azərbaycan Dəmir Yollarında yoldaşlar, vaqon bələdçisi işi var. Bu misal üçün sizdən təcrübə tələb eləmir, özü də qeyd edim ki, gecə növbəsi üzrədir, növbəli qrafikdir. Təhsil səviyyəniz ortadırsa, bu işə müraciət edə bilərsiniz. Müştərilərə xidmət eləmək istəyirsinizsə, yəni müştəri kim olur orada? Sərnişinlər olur. Yəni onlara xidmət eləməkdən belə deyim, məmnunluq duya bilərsinizsə, sizin üçün xoşdursa, buyurub o vakansiyaya müraciət edə bilərsiniz. Çünki təcrübə tələb eləmir sizdən. Sonra aranızda mühasib olan varsa yoldaşlar, daha doğrusu mühəndis üzrü mühəndislik sahəsində inşaat mühəndisliyi, istilik, qaz təchizatı və ventilyasiya ixtisası üzrə bakalavr və ya magistr pilləsində təhsil alanlara sərf eləyə bilir bu. Və əlavə olaraq da AutoCAD və Word və Excel-i bilirsinizsə, belə bir mühəndis təcrübəsi proqram işi də var. Yəni, həm mühəndis, həm də təcrübəsi olaraq seçim imkanı var. Belə deyim. Sığorta tələbələrinin idarə olunması üzrə də təcrübəsi işi var. Qeyd edim ki, Allah qoysa bir neçə dəqiqədən sonra onlayn işdən də bəhs edəcəm sizə. Hansı ki, evdən də oturub işləyə bilərsiniz, yeri gəlsə. Deməli, harada qaldıq? Sığorta tələblərinin idarə olunması üzrə işçiyə ehtiyac var. Siz əgər yol hərəkəti qaydalarını, kompüter ilə işləmə bacarınız, yol nəqliyyatı hadisələri haqqında bilikləriniz varsa, yəni bunlar əslində arzu olunandır bu qaydalar, qanunlar, yəni onun bir məsələsi bunlar. Amma əsas məsələ ali təhsilli olun, kompüterdə işləmə bacarınız olsun
yaxşı ünsiyyət bazarınız olsun, stressə davamlı olun. Varsa belə bir özəliyiniz, paşa sığortada belə bir işçiyə ehtiyac var yoldaşlar. Sonra son 2 dənə, biri ofis əməliyyatları üzrə mütəxəssisdir, sonra da onlayn işdir Allah qoysa. Deməli bu yoldaşlar, bu ofis əməliyyatları üzrə işçi 2-3 aylıq bir təcrübə proqramıdır, ödənişlidir, yəni pul da ödəyirlər sizə, narahat olmayın. Həm öyrənirsiniz, həm də təcrübə qazanırsınız, həm də pul qazanırsınız. Ofis proqramlarında amma sərbəst işləmə bacarığınız olmalıdır. Varsa belə bir bacarığınız, yazılı və şifahi ünsiyyət bacarığınız varsa, təşkilatçılıq bacarığınız varsa, On Digital Agency-də belə bir iş imkanı var. Bundan əlavə yoldaşlar, onlayn işdən bəhs etmək istəyirəm sizə. Sosial media assistent işidir. Bu təxminən səhv xatırlamasa 400-500 minlik bir izləyicisi olan bir şəxsə lazımdır bu. Amma əzbərdən deyə biləcəyim məlumatlar bundan ibarətdir ki, daha doğrusu qeyd olunan məlumatlardan bir ikisini bildirmək istəyirəm ki, yemək və həyat tərzi haqqında olan bir kontent çəkir bu şəxs. Təşkilatçılıq bacarığınız varsa, kommunikasiyanız güclüdürsə, özünüzə inanırsınızsa, güvənirsinizsə belə deyim, sosial media assistenti olaraq işləyə bilərsiniz. Remote olan bir işdir, part-time'dir, yəni 8 saatdan az olan işlərdir. Yəni adətən 4-5 saatlıq olur bu tipli part-time işlər. Belə bir işdir, assistent deyirsiniz yoldaşlar. Bu sahəyə marağınız varsa, xanımların daha çox ürəyincə olar. Düzdür, burada hədd qoyulmayıbdır ki, şərt qoyulmayıbdır ki, məhz xanım olmalıdır ya kişi. Xeyr, yəni kişilər də, xanımlar da rahatlıqla müraciət edə bilər bu işə. Əmək haqqısı da artıq müsahibə zamanı müzakirə olunacaq. Belə, bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmacı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əzəmoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.